Salam, axşamınız xeyir olsun əziz dostlar. Hər birinizi Dadaş bir kanalında salamlayıram və mən Yadova Dadaşov. Bugünkü bizim dərsimiz terminal server, yəni RDS, RDP-yə aid olacaq. Bəziləriniz artıq bilirsiniz oyuna necə istifadə olunur. Deməli, yoldaşlar, RDS, gəlin onu yazım sizə. Deməli, RDS, Remote Desktop Services. Remote Desktop Services serverdə rowlardan ən çox belə deyirlər, vacib olan rowlardan biridir. Bir neçə dənə istifadəçiyə eyni zamanda uzaqdan remote qaydasında və yaxud da şəbəkə üzərindən serverə qoşulmaq, RDP-yə qoşulmaq öz ayrıca sessiyalarda. Yəni Word edilsə bir mərkəzləşdirilmiş serverdir. Yəni bir neçə dənə istifadəçi eyni zamanda sessiya ilə qoşub istifadə edə bilərlər. Yəni gəlin məsəl üçün elementar bir şəkildə çəkim sizə. Təsəvvür edək ki, dostlar, bu bizim belə deyək RDS serverimizdir. Bu da bizim istifadəçilərimizdir. 1 user, 2 user, məsələn 3 user. Eyni zamanda, yəni hər RDS-in öz adına görə adı var, IP ilə də qoşulmaq olur. O var deyəcəm sizə. Və portda 3389-dur. Yəni tutam ki, evdə oturmusunuz, RDS-ə daxil olub vacib bir resurslardan istifadə edirsinizdə. Birbaşa heç bir zaman belə RDS-ə qoşulmaq evdən uzaqdan mümkün olmayacaq. Niyə? Çünki orada təhlükəsizlik prinsipləri var. Siz orada RDS-ə daxil olub hər an nə istəyirsə edə bilərsiniz. RDS-ə uzaqdan qoşulmaq üçün VPN mütləq lazımdır. VPN üzərindən gedir ki, bəli, mən şirkətin resurslarına daxil olurum. Yəni birbaşa heç bir zaman qoşula bilməyəcək. Yəni işdə olduğunuz mühətdə eyni şəbəkədə, eyni VPN-də olanda, bir istifadəçi, iki istifadəçinin istəyən istifadəçi RDS-ə daxil olub iş görə bilər. Və bəziləri soruşur ki, RDP ilə RDS-in fərqi nədir? Birinci növbədə yoldaşlar, RGP Remote Desktop protokoldur. O ayrı, bu ayrı. RDP-də deməli belə deyək. RDS isə server infrastrukturudur çoxlu qoşulmalar üçün. Yəni belə məsəl üçün 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə. Və ikinci fərqi də odur. RDS-də adi Windows-da, yəni Windows 10, 11, 7 fərqi yoxdur. 2 dənə admin sessiya edə bilər. Yəni 2 dənəsi maksimum qoşula bilər. Amma RDS-in özündə isə 10 dənə, 100 dənə, 20 dənə istifadəçi eyni zamanda qoşula bilər. Terminal sessiyası ilə işləyir və onun özünə görə remote app proqramları da olur. Yəni belə deyək. RDS-in əsas komponentlərindən mən danışmaq istəyirəm. Deməli, yoldaşlar, RDS qurulduğu zaman onun vacib komponentlərini mən yazacağam bura. Deməli, gəlir aşağı RDS komponent yazıram, biləcəksiniz. Birincisi, RD Session Host, qısaca RDSH. Bu nədir? Serverdir, yəni həqiqətən də orada istifadəçinin sessiyaları. Mən qoşuldum bir serverə, yanımdakı yoldaş da qoşuldu serverə. Session host o deməkdir. İkinci isə RD licensing. Serverin lisans vurulması belə deyək. Daha doğrusu isə RD Connection Broker. Connection Broker nədir? Qoşulmalar və balanslaşdırılmasını idarə edən bir mexanizmdir. Yəni bilirsiniz də RDS-ə bir nə qədər adam qoşulanda əlbəttə yüklənmə də ola bilər. Və RD Connection Broker-in həm qoşulmaya, həm də balansa, load balancing belə deyək, çoxlarınız biz onun kimidir. Və RD Web Access
browser üzərindən və RD Gateway. RD Gateway isə HTTPS üzərindən qoşulma var deməkdir. Və RDS necə lisenziyon olur, yəni necə lisanslaşdırılır, ən vacib məsələ. RDS-i aktiv eləmək üçün və lisenziyalıq eləmək üçün birinci növbədə Windows serverin öz serveri olmalıdır, öz lisenziyası olmalıdır. İkinci, CAU lisenziya. Client Access License. Və RDS CAU license. Deməli, indi bəzi soruşacaqsınız ki, tamam, bu RDS CAU nədir? CAU lisenziya nədir? Baxın, RDS CAU-un iki cür versiyası var. Bu RDS CAU lisenziyadan gedir söhbət. Bir var per user, hər istifadəçiyə görə lisenziya verilir. Yəni bir istifadəçi hər bir dəfə ayrıcı cihazlarla ora daxil olur. Bilmən, mənim şirkət notebook'um var. Mən nə qədər istəyirəm ora daxil ola bilirəm. Müddətsiz, belə deyək. Amma per user olanda, məsəl üçün, mənə bir dənə veriblər, mən ancaq bir yerə daxil ola bilirəm. Məsələn, gündə bir dəfə, iki dəfə. Və ikinci də var, per device, yəni cihaza görə. Cihaza, yəni məsəl üçün, mənim notebook'um o serverə qoşulur. Artıq mən digər kompüterə getsəm, mən öz userımla ora daxil ola bilməyəcəm. Amma bildiyim qədər lisenziya var biraz baha olduğu üçün, yəni demək olar ki, 80% belə deyək, adminlərin grace period deyilən bir şey var. Grace periodda, yəni serverə 120 gün lisenziya verir. 120 gündən bir onu yeniləmək lazım. Necə məsəl üçün biz adi nəsə bir proqram istifadə edəndə demo verir, bu da elədir. Əslində təcrübə onu göstərir ki, terminal server üçün, yəni RDS üçün server ayrıca qurulmalı. Sadəcə bizdə indi belə deyək, kursdur deyə, testavoydur deyə mən hamısını bir server üzərində qaldırıram, hamısında yəni göstərsə, amma yəni təcrübə onu göstərir ki, hərəsi ayrıca qurulanda özü daha məsləhətdir. İndi biz nə edirik? Deməli, serverdə bizdə tamam. Deməli, RDS-i qaldırmaq üçün serverimizdə yenə də həmənki qayda add roles and features-a daxil oluruq. Orada next-i vuraraq remote desktop services installation var. Next-i vuraraq biz orada seçirik quick start-ı. Next-i vuraraq biz burada deməli seçirik session based desktop da var. Görsə user connected virtual desktop collections remote app. Bizə remote app olmadığı üçün biz session seçirik. Basırıq next-i. Gördüyünüz kimi artıq bizdə serverimiz var deyə biz bunu next-i vururuq. Görsə will install RD connection broker web access RD session and name on the server. Bu bizim user'ımızdır. Keçən dəfəki dərsdən biz yaratmışdıq. Yəqin yadınıza gəlir. Yazıb ki, tamamlamaq üçün, bunların qurulması üçün mütləq restart verməlidir və buyuruq deploy və gözləyirik. Bu biraz uzun çəkəcək yoldaşlar. Mən pauza verəcəyim video. Qurulduğu zaman dərsə yenə də davam edəcəyik. Bəli dostlar, artıq bizim setupımız tamamlandı. Gördüyünüz kimi burada RDS-imiz də var. Görürsünüz, burada web access də var. Web access sadəcə
IIS üzərində işləyirdi. Onu biz hələ konfigurasiya eləməmişik. Görürsünüz ki, lisenzirovание da var. Connection broker, session host, web access. Düzdür, bunları əslində konfig eləmək üçün bizə bir neçə dənə ayrıca server lazımdır. Məsəl üçün, licensing üçün ayrıca, connection broker ayrıca lazımdır. İndi isə məsəl üçün belə deyək. Birinci ilk növbədə serverə bu tutam təsəvvür ki, bu bizim RDS serverimizdir. Daxil olmaq üçün ilk növbədə server menecerə girəndə mən sizə bir şey göstərəcəm. Burada remote management, remote desktop enabled olmalı. Onu da siz burada ZSPC properties'e girəndə buna allow verirsiniz. Və görürsünüz burada siz select users'ı seçə bilərsiniz. Kimlər qoşula bilər? Domain user, administratorlar falanlar. Və gəlin indi belə bir probe eləyək də. Deməli ilk növbədə biz tutalım ki, adi bir user'ıq, istifadəçiyik. Serverə daxil olmaq istəyirik. Birinci ilk növbədə bizim DNS-imizi yoxlayırıq. Aha. Görürsünüz, mən burada artıq ad da vermişəm. IP-miz də budur, DNS serverimiz. Bunları bağlayırıq. Biz serverə qoşulmaq üçün ilk növbədə Windows-la R knopkasını basaraq mstcg komandasını yazaraq. Bura standart olaraq IP-mizi yazırıq. Yəni serverin IP-sini. 168 100 IP-necəydi? 140.128. Bəli. Bəli, artıq gördüyünüz kimi digital, yəni userlar istəyir. Gəlin həmən o userımızı bura şifrəsini yazaq. Gördüyünüz kimi artıq biz həmən bu serverimizə, yəni domain kontrolümüzə zaten uzaqda icazə yoxdur, ona heç bir admin icazə verməyəcək. Sadəcə təsəvvür edirik ki, bu bizim serverimizdir. Burada bizim özəl proqramlarımız, sənədlərimiz falan var deyə. Orada daxil var. Gördüyünüz kimi buyurun. Bağlayayım. Üzr istəyirəm. Baxın. Artıq biz həmən o serverə daxil olduq içinə. Yəni mən burada neynəsəm, avtomatik orada olacaq. Məsəl üçün folder yaratdım. Bir daha bunu refresh edirəm. Desktopımızın içindədir. Və gördüyünüz kimi belə deyim. Artıq UDP enableddir. Connection gedir. Və yoldaşlar, belə bir xüsusi bir mövzunu vurğulamaq istəyirəm. Təsəvvür edin ki, siz əgər usersizsə, nə qədər sizə bu serverə daxil ola bilmişsə, ilk növbədə biz Active Directory-dən baxmalıyıq ki, həmən istifadəçinin yetkisi var, yoxsa yoxdur. Bizim userımız var. IT staffda, deməli, users bölməsində, deməli, test user idi. Member of-da add edəndə onu biz remote əlavə eləməliyik ki, remote desktop usersa, yəni o istifadəçi daxil ola bilsin RDS-lərə. Olmayan da o daxil ola bilmir. Və əgər administrator domain üzvü deyilsə, o bura daxil ola bilməyəcək. Və bəziləri məsəl üçün soruşur ki, biz istəmirik də burada IP olsun, istəyirik serverin adı olsun. Onun üçün də server menecerdə DNS bölməsinə daxil olaraq forward lookup zona da, və görürsünüz bizdə MSSD var, web lokalda. Web lokalda siz bir dənə burada host, və görürsünüz test user artıq düşüb bura deyə, görürsünüz rekordu var. Siz bir dənə burada, deməli, A zonalı rekord yaratmalısınız və name'də də domain adını yaratmalısınız. Məsələn, məndən necə gedir, web.local IP-sini də yazsınız, o düşür bura. Və ondan da əlavə bir CNAME siz rekordu yaratmalısınız. Amma məsəl üçün yaratmışam burada. CNAME-də siz serverin adını necə istəyirsiniz yazırsınız. Məsəl üçün lab.local, nə bilim, google.az, yəni necə. İndi onu yoxlamaq üçün də, yəni belə, biz buradan çıxış edəyik bu RDS-dən. Biz buradan çıxdıq, qayıtdıq yenə öz ekranımıza. Deməli, MSSC-yə daxil olaraq bura gəlin yazaq srv1.lab.local. Gördüyümüz kimi artıq biz bu user'dan da daxil ola bilirik.
Boarding virtual maşın. Çoxlarında default IP-dir, amma sizdə bir neçə dənə, məsəl üçün, terminal server varsa, qaçırmamaq üçün, məsəl üçün, SRV 1-də yaza bilərsiniz, 2-də yaza bilərsiniz, 3-də yaza bilərsiniz, 4-də yaza bilərsiniz. Və artıq o rahatçılıqla burada daxil olacaq və bir dənə də bir şey vurğulayım ki, bayaq bura bir bildiriş gəlmişdi, görüm o qalmayıb burada. Yox, təəssüf olsun qalmayıb. RDS artıq bizə 120 günlük test kimi, trial kimi lisenziya verib. Yəni bizim 120 gün və görürsünüz SRB web.vokal. Biz aktivdir, logon time da var, disconnect da var. Məsəl üçün mən buradan çıxış eləsəm, o user'ın da orada göstərməyəcək. Burada artıq siz görürsünüz remote app program star da var, o default olaraqdır. Collection starımız var, serverlərimiz var. Serverin hal-hazırda bir dənədir deyə. Ona görə burada 2 də ola bilər, 3 də ola bilər. O baxır, siz neçə dənə server qaldırmışsınız, ona uyğundur. AES-imiz hələ aktiv deyil. Ona hələ növbəti dərslərdə keçəcək. Hostumuz var bizim. Görürsünüz, broker session host. Bu mərkəzdə Erdə licensingdir. Düzdür, bizdə hələ licensing yoxdur deyə bu hələ konfig eləmirik. Çünki bu artıq bir neçə dənə RDS üzərində qoşulmalıdır ki, 3 dənə, 4 dənə server üzərində ki, siz onu istifadə edə bilərsiniz. Məsəl üçün, mən bunu vurdum, atdım bura, sadəcə prop üçün. Next. Əslində bu var, hər ayrıca terminal serverdə qurulmağı daha məsləhətdir ki, çünki RDS-in həm yaxşı özəllikləri də var, həm mənfi özəllikləri də ondan ibarətdir ki, yəni belə mən sizə deyim. Yaxşı özəlliyi odur ki, birinci ilk növbədə mərkəzləşdirilmişdir. Güclü kompüterlər lazım deyil. Təhlükəsizlik cəhətdən tamam yaxşıdır və RDS-lər tez-tez update-lar gəlir. 1S, Office kimi də, yəni olan da serverlər üzərinə RDS istifadə olunur. Amma minuslar nədir? Lisenziya lazımdır. Dediyim kimi 120 gün bizə standart verir. Digərləri artıq ödənişlidir deyə. Load balancing naqruskası çoxdur. Server üzərində, yəni bir də görürsünüz ki, artıq burada CPU-da əgər 100%. Görürsünüz ki, oynayır. Çünki buna artıq ayrıca bir server lazımdır. Görürsünüz ki, mən bir serverin üzərinə bir neçə dənə rol qaldırmışam deyə. Artıq mənim CPU-m gördüyünüz kimi stabil deyil. Performansı çoxalır, o da çoxalır, bu da çoxalır. Və ondan da başqa, əgər serverdə çökmə olursa, hər bir şey gedir. Hər bir şey. Yəni o cəhətdən ayrıca qaldırmağınız daha məsləhətdir. Hərəsidir. Məsələn, brokeri bir yanda, lisenzinqi bir yanda, yəni bir neçə dənə termin. Əgər sizdə məsəl üçün şirkətdə 3 dənə, 4 dənə server varsa, onlara bir RDS qaldırmağınız məsləhətdir. 5 dənə, 10 dənə, 6 dənə qaldır bəs. Və bir dənə də bir şey unutmayın ki, RDS yalnız ofis daxilində və ya şirkət daxilində VPN-siz qoşula bilirsiniz. Əgər siz evdə oturmusunuzsa, hansı resursdan istifadə etmək istəyirsinizsə, artıq siz belə deyək, VPN üzərinə və yaxud hansısa firewall üzərindən o zaten qalxmalıdır. Əslində RDS üçün də qrup polisi var, qrup polisi tətbiq edilir. Məsəl üçün, siz tutalım ki, təsəvvür edin ki, siz qoşulmusunuz RDS-ə, belə deyək də, daxil olaq yenə də. Bildiyiniz kimi biz artıq serverin içindəyik də, düzdür. Biz burada heç bir iş əməliyyat görməyəndə, hər bir şey artıq bağlıdır, qoymur, əl vıraq. Belə voru deyim sizə, əgər bir serverin üzərinə 5, 6, 10, 20 nəfər qoşulub iş görürsə, əlbəttə ki, serverdə yüklənmə başlayır. Və nəticədə istifadəçi çıxır, bunu bağlamır, bunu belə minimize edir. Amma görürsünüz, aşağıda yerdə bizim remote desktopumuz qalıb açıqdır və o serveri artıq yük və naqruskadır. Və qrup polisdə belə bir özəlliyi var ki, mən onu tapıb sizə göstərəcəm. Əgər istifadəçi 10 dəqiqə, 5 dəqiqə ərzində heç bir iş əməliyyat görmürsə, RDS ona bildiriş verir ki, 1 dəqiqədən sonra bağlanacaq. Və tutalım ki, siz çıxıb getmişsiniz harasa bir çay içməyə, nəsə bir iş görməyə. Qayıdıb gəldi, görürsünüz ki, artıq RDS sizi atıb.
və artıq o serverə qoymur naquşqa düşsün. Onun çox gözəl özəllikləri var. Onun mən polisini atıb tapıb inşallah göndərdim ki, mən nə qədər axtardım tapa bilmədim onu. Mən sizə şey deyirəm. Resurslara məhdudiyyət qoymaq da o session limits mən dediyimdir və SSL sertifikat da var bax o düz o da pullandır və FXWorks-lə roaming var, istifadəçilərin profilləri. Amma standart olaraq yəni RDS-in rolu odur ki, məsəl üçün bizim çox sayda belə deyək də fayllarımız, falanlarımız, serverlərimiz var deyə RDS onun üçün ki, mən daxil olub hansısa bir xüsusi proqramlarım var. O sırf RDS üzərindən, VPN üzərindən işləyir deyə sırf onun üçündür. Yəni bir neçə dənə serverə uzaqdan qoşulma anlamına gətirir və rahat özəllikləri də var. Yəni gördüyünüz kimi orada çətin heç şey yox idi. Hə, yazdınız, RDS qalxdı, hə, lisenziya var falan. Yenə standart olaraq o bizə 119 gün verir. 119 gündən sonra artıq ödəniş eləyərək belə deyək, RDS-i uzatma müddətini eləmək lazım ki, stabil işləsin deyə. O məsələlər var və belə gördüyünüz kimi, amma yenə də deyəm, məsləhət odur ki, ayrıca qaldırmalıyız, ayrıca bir server qalmalıyız, yaxşı. Məsəl üçün, mail üçün ayrıca bir server, RDS üçün ayrıca, DHCP server üçün. Biz sadəcə yenə deyəm, dərs üzərində keçir, hamısını bir yerdə qaldır. Amma realda və yaxud da praktikada sizin ayrıca hər biz qaldırmaq özünüz üçün yaxşıdır. Həm çökmə olmur, həm rahatçılıq olur, həm donması olmur. Yəni o cəhətdən onlara da zəhmət olmasa nəzərə alın. Və görürsüz, mən giriş-çıxış edirəm, görürsüz disconnected. Bütün loglar gəlib düşür bura. Daxil oldu. Bu məsəl administrator bizik. Tamam. Hansı neçə dənə user'ımız varsa, hamısı gəlib düşəcək burada. Bu günlük bu qədər dostlar. Çox sağ olun, təşəkkür edirəm. Gəlir görüşərik.